Yeni bir videodan hər birinizi salamlayıram. Bugünkü videoda WhatsApp Messenger haqqında çoxlarınızın bilmədiyi, ancaq işinizə yaraya biləcək bir funksiyası haqqında danışmaq istəyirəm. Kanala indidən abunə olun ki, bu tip videolardan vaxtında xəbərdar ola biləsiniz. Kanalın analitika bölməsinə baxdığımızda 97% yəni izləyicilərimizin kanala abunə olmadan videolarımızı izlədiyini görürük. Cəmi 3%-i yəni izləyərkən, yəni abunə olan izləyicilərimiz. Görə də videolarımızı izləyərkən kanalımıza da abunə olun ki, həm bizə dəstək olmuş olun, həm də növbəti videolardan vaxtında xəbəriniz olsun. Deməli, telefonu ilk aldığımızda qutudan çıxarıb ayarların düzəldikdən sonra ilk yüklədiyimiz proqram WhatsApp Messenger olur. Bunun yəni işləmə belə deyək funksiyaların hər kəs bilir. Burada yəni heç kəsin bilmədiyi elə bir yəni görünən bir funksiyası yoxdur. Biz onunla mesajlaşırıq, zəngləşirik və media faydalar göndəririk. Ancaq bəzən elə vaxtlar olur ki, biz zəng yaxud mesaj qəbul eləmək istəmirik, amma internetdə də hər hansı filmi izləmək istəyirik və yaxud başqa bir iş görmək istəyirik. Bunu yəni adi şəbəkə zəngində eləməyin çox yolları var. Yəni xüsusi yönləndirmə kodları var, ondan istifadə etmək olar. Daxil olan zəngləri qəbul etmək kodları var, ondan istifadə etmək olar. Və yaxud əgər Wi-Fi şəbəkəsi varsa, telefonu uçuş moduna qoyub Wi-Fi şəbəkəsindən istifadə etmək olar ki, zəng gəlib narahat eləməsin. Amma WhatsAppda bunu eləmək olmur. İnternetə qoşulan kimi zəng də gəlir, mesaj da gəlir. Əgər istəyirsinizsə ki, WhatsApp'ı da belə deyək, offline alasınız, indi göstərdiyim qaydada ardıcıllıqla bu şəkildə etsəz, bunu əldə etmiş olacaqsınız. Deməli, bunun üçün ilk öncə WhatsApp'a daxil oluruq. Ayarlar bölməsinə keçid eləyirik. Mən ingiliscə istifadə elədiyim üçün, yəni əksər proqramları da, telefonu da ingilis dili üzərindən göstərirəm. Ancaq bölmə olaraq yadınızda saxlasaz eyni bölmələrdir. Həm çətin bir şey də yoxdur. Deməli, buradan Storage and Data bölməsinə daxil oluruq. Burada gördüyünüz proxy bölməsi var və bu bağlıdır. Bu proxy bölməsinə daxil oluruq. Və burada mən test üçün yazmışam. Burada sizdə bu rəqəmlər olmayacaq. Bunu aktivləşdiririk use proxy bölməsindən və bura daxil oluruq. Mən yazmışam deyə qalıb. Bura 1.1.1.1, yəni 4 dənə 1 nöqtələrlə gördüyünüz ekranda gördüyünüz bu şəkildə qeyd eləyirsiniz, sonra geri dönürsünüz və bu aktiv qalır. Bundan sonra yəni istənilən bir şəxsə yoxlamaq üçün hal-hazırda mən də bir mesaj yazacağam. Deməli, test yazıram, göndərirəm. Görürsünüz ki, mesaj getmədi. Bir neçə mesaj da yazıram. Mesaj getmir və gəlmir. Eyni zamanda zənglər də gəlmir. Və siz bildiriş ala bilərsiniz yuxarıdan ki, siz WhatsApp'da mesajınız ola bilər. Belə bir bildiriş gələ bilər, amma heç bir halda mesaj nə getmir, nə gəlmir. İnterneti yoxlayaq. Görək internet varmı? Bəli, internet var, amma gördüyünüz kimi WhatsApp offline. Bu qaydada bunu qaytarıb əvvəlki vəziyyətinə qaytarsanız, bu mesajlar hal-hazırda gedəcək. Mən mesajları silirəm. Həmin bölməni indi geriyə göstərirəm ki, bunu silək mesajı. Yenidən ayarlar bölməsinə daxil oluram. Storage and Data bölməsinə daxil oluram. Proxy bölməsinə daxil oluruq və aşağıdakı yazı barədə narahat olmayın. Bu rəqəmlər burada qalacaq. Sadəcə use proxy bölməsini bu şəkildə deaktiv eləyirik. Budur. Gördüyünüz kimi yenidən online olduq, yenidən qayıtdıq mesajlara, zənglərə. Bu qaydada istifadə eləyə bilərsiniz. Əgər sizə də lazım olursa internetdən istifadə edəsiniz, amma WhatsApp'dan heç bir bildiriş, heç bir mesaj çatdı deyə işarələnməsin qarşı tərəfdə, zəng gəlməsin
Bu qaydada əgər sizə nə vaxtsa lazım olsa istifadə etmək istəsəz, göstərdiyim qaydada istifadə eləyə bilərsiniz. Bu günlük bu qədər. Növbəti videolarda görüşənədək.